Salam dəyərli dostlar, bugün mən sizə yaşıl üzlü testdən normaların, ədəbi dilin normalarını ikinci hissəsinin izahını verəcəm. YouTube kanalımda normaların birinci hissəsinin izahı var. İkinci hissənin izahından davam edək. Bu tipli videoların davamlı olmasını istəyirsinizsə, videoya bildirib kanala abunə olub paylaşmağı unutmayın. 26-cı sualdan başlayaq. Nümunədə ədəbi dilin hansı normaları pozulublar? Onlar deyərdi ki, biz haqqa baş qaldırdıq ki, haqq yoluna azmayaq və hər dəfə baş əydikcə sən hacı ilə mən hacı ucaldıq. Deməli, burada onlar deyərdilər olmalıdır. Çünki onlar cəmdədir, deyərdilər sözü təkdədir. Bu qrammatik normanın pozulması deməkdir. Sonra burada deyir ki, biz haqqa baş qaldırdıq ki, haqq yolunda azmayaq. Haqqa baş qaldıranda haqq yolunda azmamaq nə deməkdir? Yəni, leksik norma pozulubdur burada. Yəni, bir şeyə baş qaldırırsan ki, orada azmayasan. Ona görə söz yerinə düşməyibdir. Burada leksik norma pozulubdur. Bir də deyirəm, yəni haqqa baş qaldıranda haqq yolunda daha da azırıq biz. Azmayaq fikri yanlış olacaq. Yəni, burada haqqa baş qaldırma məsələsi yanlışdır və yaxud da azmayaq sözü yerinə düşməyibdir. Hər dəfə baş əydikcə sən hacı ilə sözündə burada yazılışda hacı ilə olmalıdır. Hacı ilə tələffüz formasında yazılıbdır. Burada da deməli fonetik norma pozulubdur. Deməli qrammatik, leksik, fonetik hər üç norma pozulduğu üçün fonetik testin doğru cavabı E variantı olacaqdır. 27-ci testdən davam edirik. Deyir, müdir deyərdi ki, 100 illər öncə burada məşhur sözün yazılışı səhvdir, məşhur olmalıdır. Şəhərləri görənlər mat qalardı. Deməli, deyərdi ki, 100 illər öncə burada məşhur şəhərləri görənlər mat qalardılar olmalıdır. Deməli, burada söz səhv yazılıb fonetik norma. Uzlaşma pozulubdur, qrammatik normada pozulmuş oldu. Testin doğru cavabı 27 D variantı, fonetik və leksik. 28-ci testdən davam edirik. Sinfimiz işıqlı idi. Tələbələrimizin hamısı otağın təmizliyinə ciddi şəkildə əməl edirdilər. Ədəbi dilin hansı norması pozulubdur burada? Deməli, fikir verirsə, hamısı sözündə m-la s-nin arasında ı yoxdur. Ədəbi dilin fonetik norması pozulubdur burada. Bir də tələbələrin hamısı təkdədir, əməl edirdilər cəmdədir. Burada uzlaşma pozulduğu üçün qrammatik normada pozulacaqdır. Deməli, həm fonetik, həm qrammatik testin doğru cavabı A bəndidir. 29-cu testdən davam edirik dostlar. Maraqlı testlərdən biridir 29-cu testdə. Burada biz baxaq görək hansı normalar pozulub onun əsasında. Deyir, bəzən öz başına sözünə ş-nın arasında ı var. Fonetik norma pozuldu burada. Öz başına çıxıb evimdən həftələr uzunu hey ac qalsam da vətən torpağına aşiq xəyalım yenə də zövq alır bu səyahətimdən. Burada yenə də zövq alır, bu səyahətdən zövq alır. Yəni qrammatik norma pozulubdur. B-yə baxaq. Deməli, babam həmişə əminliklə deyərdi ki, təbiətə zülm edənlərin nə insanlıq duyğusu yoxdur, nə də bəlkə humanistlikləri. Deməli, burada B variantında nə də bağlayıcı var, yoxdur, inkar da var. Belə olmalı ki, təbiətə zülm edənlərin nə insanlıq duyğusu var, burada yoxdur sözü olduğu üçün ədəbi dilin qrammatik norması pozulubdur. Əminliklə deyərdi, bəlkə modal sözü iştirak edib burada. Deməli, söz yerinə düşməyibdir, leksik norma. Əminliklə deyibsə, güman şübhə bildirən modal sözü iştirak etməməlidir orada. Leksik norma pozulubdur. Humanist burada T hərfi də düşdüyü üçün fonetik normada pozulubdur. Deməli, bu nümunədə həm deməli leksik, həm fonetik, həm də qrammatik norma pozuldu. Üçüncü nümunəyə baxırıq. Deyir, ulduzlar ətrafa nur səpələyər,
Bir bölük uşaqdır, şənləpələr. Burada leksik norma pozulmayıb, fonetik norma da pozulmayıb, ancaq qrammatik norma pozulacaqdır. İnversiya baş veribdir burada. Bir bölük uşaqdır, şənləpələr, bir bölük uşaqdır, belə olmalıdır. Deməli, birinci nümunədə fonetik, qrammatik, ikinci nümunədə leksik, fonetik, leksik, qrammatik, üçüncü nümunədə yalnız qrammatik norma pozulubdur. Testin doğru cavabı 29-da B variantıdır. 30-la davam edirik. Bu uşaqların hamısı vətəndən ötürü darıxırlar. Deməli, burada nisbətən asan testdir. Burada hamısı sözünə yenə də I hərfi düşübdür. Fonetik norma pozulubdur. Uşaqların hamısı təkdədir, darıxırdılar cəmdədir. Qrammatik norma pozulacaqdır. Fonetik və qrammatik B variantı testinin doğru cavabıdır. 31-ci testlə davam edirik. Deməli, sən öləndə kim olacaq gözlərini bağlayan? Qardaş mı olacaq, yad mı olacaq? Bu dünyada bəlkə sənə ən çox ağlayan, ən çox ağlatdığın qadın olacaq. Deməli, nümunəyə əsasən doğru fikri müəyyən etməliyik burada. Bir də deyir ki, leksik normanın pozulmasına rast gəlmək mümkündür. Bir yanlışdır, şeirdə leksik norma pozulmayıbdır. Adətən biz keçən izahda dedik ki, adətən şeir cümlələrində leksik norma demək olar ki, pozulmur. Fonetik normanın pozulmasının səbəbi saitlə bağlıdır. 2 yanlışdır. Çünki burada qardaş mı olacaq, yad mı olacaq? Bu sual ədatı, şəkilçiləşmiş sual ədatı sözə bitişik yazılmalıdır. Bitişik yazılmadığı üçün fonetik norma pozulubdur. Saitlə bağlıdır fikir yanlışdır. Həm qrammatik, həm də leksik norma gözlənilibdir. Burada qrammatik norma gözlənilməyibdir. Ona görə 3 yanlışdır. Deməli, davam edək. 4-də deyir ki, fonetik norma ilə qrammatik norma pozulubdur. Bu doğrudur. Dedik ki, söz səhv yazılıb, mı bitişik yazılmalıdır. Burada fonetik norma pozulubdur. Birinci cümlədə də sən öləndə kim olacaq gözlərini bağlayan? Sən öləndə gözlərini bağlayan kim olacaqdır? Burada invers söz sırası dəyişibdir. İnversiya baş veribdir. Ona görə qrammatik norma pozulubdur. 4 doğrudur. Qrammatik normanın pozulmasına uzlaşma əlaqəsi iştirak etmir. Bəli, burada inversiya iştirak edir. 5 də doğrudur. 4-5 D bəndi testin doğru cavabı olacaq. 32-ci testdən davam edirik dostlar. Deməli, verilmiş nümunələrdə müvafiq olaraq hansı normaların pozulduğunu müəyyən edin. Doğru variantı seçin. Deyir, əziz vətən. Burada nida işarəsi var. Ondan sonra gələn söz böyük hərflə yazılmalıdır. Kiçik hərflə yazıldığı üçün burada fonetik norma pozulubdur. Sənin yolunda canımız fəda olsun. Başqa hər hansı bir norma pozuntusu yoxdur. İkinci cümləyə baxaq. Deməli, könlümün mülkünə sözündə səhvlik var. Fonetik norma pozulmalıdır, ü olmalıdır orada. Təsir etməz seyli bəla, bu binanın gülüm eşq ilə qoyulub təməli. Bu binanın eşq ilə təməli qoyulub olmalıdır. Qrammatik normada pozulubdur. Leksik norma pozuntusu yoxdur burada. Deməli, ikinciyə baxırıq. Qonaqların bəzisi proqram vasitəsilə sözü bitişik yazılmalıdır. Fonetik norma pozulubdur. Bəzisi təkdədir, qoşuldular cəmdədir, uzlaşma əlaqəsi. Yəni, biz bilirik ki, qoşulmuşlar kim? Qonaqların bəzisi. Üçüncü növ təyin söz birləşmələri, yaxud da söz birləşmələri. İstəyir feili, istəyir ismi birləşmələri. Onların əsas tərəfinə baxırıq. Əsas tərəf təkdədirsə, xəbər təkdə olmalıdır. Əsas tərəf cəmdədirsə, xəbər cəmdə olmalıdır. Burada əsas tərəf təkdədir, xəbər deməli, cəmdədir. Biz dedik ki, əsas tərəf təkdə olanda xəbər təkdə, əsas tərəf cəmdə olanda xəbər cəmdə olmalıdır. Amma burada əksi olduğu üçün, deməli, qrammatik normada pozulubdur. Fonetik və qrammatik. Deməli, doğru cavab burada A variantı olacaqdır. Birinci nümunədə yalnız fonetik norma pozulubdur. İkinci nümunədə fonetik, qrammatik, üçüncü nümunədə də fonetik, qrammatik pozulub. Deməli, testin doğru cavabı A bəndidir. 33-ə baxırıq. Meymun saxlanılan yerin üstündə kağız yapışdırıb, kağıza meymuna banan verməyin yazısı yazılıb. Bu situasiyanın yazının hansı növləri işlənmişdir? Hərfi yazıdır bunlar, hərflərdən istifadə olunubdur. Həm də burada nida işarəsi, durğu işarəsi istifadə olunub. Bu da fikir yazıdır. Yalnız hərfi və fikri D variantı testin doğru cavabıdır 33-də. 34-də davam edirik. Deyir ki, hansı söz əsasında ədəblinin hər 3 normasının pozulduğunu müəyyən etmək olar. Əziz insanlar, səndən xahiş
etməyənədək heç kimə məsləhət vermə. Səndən xahiş etməyincə heç kimə məsləhət vermə olmalıdır. Deməli, öyrətmə olmalıdır. Daha doğrusu indiki vəziyyətə görə öyrətməyin olduğu üçün burada uzlaşma əlaqəsi pozulub, qrammatik norma pozuldu bu sözdə. Sonra öyrətməyin yox, öyrətməyin olmalıdır. Fonetik norma pozulubdur. Söz öz yerinə düşməyibdir. Məsləhəti öyrətməzlər. Məsləhət verməyin, vermə olmalı idi. Deməli, həm də leksik norma pozulubdur burada. Leksik norma pozulubdur. Deməli, bu sözün əsasında biz gördük ki, 3 normanın 3-ü də pozulubdur. Deməli, testin doğru cavabı E variantı olacaqdır. Məsələn, heç kimə sözünə ancaq fonetik norma pozulubdur. Etməyənədək burada ancaq fonetik norma pozulubdur. Sizdən xahiş, xahiş sözündə burada verilibdir. Bu fonetik normanın pozulmasıdır. Bizə elə söz lazım ki, ədəbi dilin hər üç norması pozulsun. Burada öyrətməyin sözdür. Uzlaşma pozulub, öyrətmə olmalıdır. Qrammatik norma. Söz səhv yazılıbdır. Fonetik norma. Söz öz yerində işlənməyibdir. Məsləhət vermə olmalı idi. Leksik norma pozulubdur. Möminə xatun türbəsi möminə i olmalıdır. Fonetik norma burada pozuldu. 12-ci əsrdə salınmışdı. 12-ci əsrdə tikilmişdi olmalıdır. Salınmışdı olmaz. Bu körpü deyir ki, salınsın. Deməli, ona görə 35-də deməli, fonetik və leksik norma pozulubdur. Testin doğru cavabı B bəndidir. 36-cı testlə davam edirik. Mən ömrün yazında, sən payızında. Ümidimi kəsmisən, payız çiçəyi. Sən gərək 5-10 il gec doğulaydın. Yaman tələsmirsən, payız çiçəyi. Nə gözəl şeirdir. Deməli, payız çiçəyi burada xitabdır. Xitab cümlənin əvvəlində, ortasında, sonunda gələndə ədəbi dilin hər hansı bir normasını pozmur. Bunu bir dəfəlik yadınızda saxlayın. Bəzən xitabı cümlənin sonunda işlədəndə müdavimlər, müəllimlər və yaxud da tələbələr qrammatik normanın pozuntusu kimi göstərirlər. Amma belə olmaz. Orada qrammatik norma pozulmur. Deməli, burada ədəbi dilin hansı normalar pozulubdur dostlar? Ömrün olmalıdır. Söz səhv yazılıbdır. Yalnız fonetik norma pozulub. Qrammatik normada yoxdur. Şeirlərdə adətən leksik norma pozulmur. Fonetik normada pozulubdur. Burada testin doğru cavabı D bəndi olacaqdır. Hansı cümlədə yalnız bir norma pozulmuşdur? Əlindəki yükləri atın belinə aşırmışdı. Burada norma pozuntusu yoxdur. Deməli, burada dayanmaq belə qadağandır. Burada da yoxdur. Deməli, torpağın üstündə gəzməyiblər deyə tapdaq olub. Burada leksik norma pozulubdur. Torpağın üstündə gəziblər deyə yəni gəzməyəndə tapdaq olmur, axı gəzəndə tapdaq olur. Söz öz yerində deyil. Ona görə leksik norma pozulub C-ni götürə bilərik. Ağaclar səhərdən yapraqlarını tökürlər. Deməli, ağaclar tökür olmalıdır. Çünki mübtəda cansızlarla ifadə olunub cəmdə olasa xəbər təkdə olmalıdır. Qrammatik norma pozuldu burada. Yapraq sözündə də yarpaq olmalıdır. Burada söz səhv yazılıb, fonetik norma pozulub. D də getdi. Bu sənədlərin içərisində axtarış etsən, taparsan. Deməli, burada da ədəbi dilin bir norması pozulmayıbdır. Ona görə deməli E variantı testin doğru cavabı olmaz. Ola bilməz. Norma pozuntusu yoxdur çünki. 38-ci testlə davam edirik dostlar. Sual işarəsinin yerinə yazılmalıdır. Fonetik norma pozulub, leksik norma gözlənilib, qrammatik norma pozulmayıbdır. Deməli, otaqdakı mallar da xarab olmuşdular. Mallar xarab olmuşdu olmalıdır. Burada qrammatik norma deyir. Burada deyir ancaq fonetik norma pozulsun da. Qrammatik norma pozulduğu üçün A variantını doğru cavab kimi götürə bilməliyik. Buludlar göylərə mıxlanıb qalar, onları tərpədən külək olmasa. Burada onları tərpədən külək olmasa, buludlar göylərə mıxlanıb qalar. Budaq cümlədən baş cümlənin yeri dəyişdiyi üçün yenə də qrammatik normanın pozuntusu hesab olunur. B bəndini götürə bilməliyik. Dəniz günahdan xilas bəhanəsi ilə nağıl danış mənim üçün. Yenə də burada mənim üçün nağıl danış. Qrammatik norma pozulubdur. Yenə də bunu götürməyəcəyik. Biz zirvəsinə eşqin ayrılmaq ilə çatdıq. Gezdir yanıma artıq gəlmə. Mələyim gəlmə. Burada deməli biz zirvəsinə eşqin ayrılmaq ilə çatdıq.
biz eşqin zirvəsinə olmalıdır. Deməli, söz birləşməsində əsas tərəflə əsl tərəfin yeri dəyişdiyi üçün burada yenə də qrammatik norma pozulubdur. D variantı doğru ola bilməz. Düzü burada gezdir olmalıdır. Fonetik norma pozulubdur, amma bizə deyir qrammatik norma pozulmayıbdır. Bu şərti ödəmədiyi üçün D bəndi yanlışdır. Həyatımızın hər günü eyni idi. Hər günkü olmalıdır. Fonetik norma pozulubdur. İşlərlə günümüzü keçirdik. Burada ancaq ədəb dilinin fonetik norması pozulub, indeks norma gözlənilib, qrammatik norma pozulmayıbdır. Ona görə testin doğru cavabı 38-də E variantıdır. 39-cu testdən davam edirik dostlar. Uyğunluğu müəyyənləşdirin. Deməli, fonetik norma pozulub, leksik norma pozulub, qrammatik norma pozulubdur. Bu hadisənin sensasiyası, burada sensasiyada bir sıra olmalıdır. Burada fonetik norma pozulacaqdır. Eyni qaydada müvəffəqiyyət sözündə D variantında 2 f olmalıdır. Burada da fonetik norma pozulubdur. B variantında ədəb dilinin yalnız deyir azadlığın bir qismindən əl çəkən azad olar. Burada ədəb dilinin hər hansı bir norması pozulmadığı üçün B variantını götürmürük. C-yə baxsaq, belə şirin-şirin meyvələr olmalıdır. Eyni sifətin təkrarı ilə yaranan mürəkkəb sifətdən sonra gələn, ona aid olan hər hansı bir isim mütləq cəmdə olmalıdır. Cəmdə olmadığı üçün qrammatik norma pozulubdur burada. Və nəhayətində D-ni dedik, E-yə baxaq. İnsanın əsl məzmunu onun zəhməti ilə, insanın əsl qiyməti onun zəhməti ilə. Məzmunu sözü burada yerinə düşməyibdir. Ədəb dilinin leksik norması pozulubdur. 1A, D, 2E, 3C, B bəndi testin doğru cavabıdır. Həyatda xoş gün görmək üçün ciddi çalışmaq lazımdır. Uğurlu insanlar qabiliyyət nərdivanını əli cibində dırmaşmır. Nümunəsində ədəbin hansı norması pozulubdur? Deməli, burada fikir verirsiniz, uğurlu insanlar dırmaşmırlar olmalıdır. Yenə də burada cəmdədir. İnsanlarla ifadə olunubdur. Canlı insanla ifadə olunmur. Xəbər təhdə olduğu üçün ədəbinin qrammatik norması pozulubdur. Bir də uğurlu insanlar qabiliyyət nərdivanı yox, qalibiyyət nərdivanı olmalıdır. Söz də öz yerinə düşmür, qabiliyyət söz də yerinə düşmür, fonetik normada pozulubdur. Deməli, 40-da fonetik nədir? Leksik norma pozulubdur, üzrlə hesab edeyim. Deməli, 40-da leksik və qrammatik norma pozulduğu üçün testin doğru cavabı C variantı olacaqdır. 41-ci testlə davam edirik dostlar. Deyir, göz yaşımı axıtmağa dəyərmi? Mi burada ayrı yazılıbdır. Fonetik norma pozulubdur. Sonunda bir güləcəyi yoxdursa. Sonunda bir güləcəyi yoxdursa göz yaşımı axıtmağa dəyərmi? Qrammatik normada pozulubdur burada. Budaq cümlənin baş cümlənin yeri tərsinə düşübdür. Hər görüşə sevgi demə, əzizim, əgər onun gələcəyi yoxdursa. Əgər onun gələcəyi yoxdursa, hər görüşə sevgi demə. Yenə də qrammatik norma pozulubdur burada. Leksik norma pozulmayıb, bu fikir doğrudur. Fonetik normanın pozulmağına səbəb samitin səhv yazılmasıdır. Samit səhv yazılmayıbdır. Şəkilləşmiş ədat sözə bitişik yazılmalıdır, ayrı yazılıbdır. Ona görə bir səhvdir. Məcazi olan nümunədə qrammatik norma pozulmuşdur. Bəli, 2 doğrudur. Məcazilik də var nümunədə, qrammatik normada pozulubdur. Fonetik norma pozulan nümunədə normanın pozulma səbəbi saitlərlə bağlı deyil. Bəli, biraz əvvəl izah elədim niyə fonetik norma pozulubdur. 3 doğrudur. Şeir nümunəsi olduğu üçün qrammatik norma pozulmayıbdır. Şeir nümunələrində qrammatik norma pozulmur fikri yanlışdır. Ona görə də 4-ü götürə bilmərik. Testin doğru cavabı 2, 3, yəni B bəndi olacaq dostlar. Hara gəldik? 42-ci testə gəldik. Verilmiş nümunələrə əsasən yazının növlərini xronoloji ardıcılıqla düzün. Deməli, kitabxananın qabağında şiş üzərində kabab şəkli. Bu şəkil yazıya nümunə olacaqdır. Ədəbiyyat dərsində yazılıb, kitab abituriyentlər və müəllimlər üçün nəzərdə tutulmuşdur yazısı. Burada deməli hərfi yazıdan istifadə olunubdur. Bakıya gedən yolda qoyulmuş yol hərəkəti qaydalarına aid işarələr bu fikri yazıya aid olacaqdır. İran hökmdarı dairəyə istiklərin göndərdiyi məktub. Bu da deməli əşyavi yazıya aid olan nümunə olacaqdır. Biz də bunları xronoloji ardıcılıqla düzsək, birinci 4 gələcəkdir, sonra 1 gələcək, daha sonra 3, daha sonra isə hərfi yazı olan 2 gələcəkdir. Ardıcılıq belədir. C variantı testin doğru cavabıdır.
Cədvələ əsasən uyğun variantı müəyyənləşdirin. Fonetik norma pozulsa da leksik norma pozulmayıb, leksik norma pozulsa da fonetik norma pozulmayıbdır. Baxaq burada. Deyir ki, mövzu ilə bağlı spikerin ağlabatan sözündə söz səhv yazılıb, olmamalıdır. Fonetik norma pozulubdur. Danışıqlar iştirakçıları qane etmişdi. Burada fonetik norma pozulub, amma leksik norma pozulmayıbdır. Biri götürəcəyik. Onun pəstdən, yəni hündürdən oxuması, pəst aşağıdandır, zildir hündürdən. Burada leksik norma pozulub. Bizə deyir leksik norma pozulmasın. Ona görə 2-ni götürə bilmərik. Leksik norma pozulsa da fonetik norma pozulmayıb. Möminə xatında artıq fonetik norma pozulduğu üçün biz 3-ü götürə bilmərik. Sonra 4-ə baxırıq. Aşiq çəkdiyi zülmlərə görə cəfakar obraz hesab edilir, lakin qarşı tərəf bunu bilmirdi. Burada fonetik norma pozulmayıb, amma leksik norma pozulubdur. Aşiq zülm çəkirsə, o cəfakar yox, cəfakeş olmalıdır. Cəfakar zülm verəndir, zülm çəkən demək deyil. Ona görə söz yerinə düşməyib. Əslində cəfakeş olmalıdır. Ona görə 2-ci damada 4-cü fikir doğrudur. 1-4 A variantı 43-də testin doğru cavabıdır. 44-cü testlə davam edirik. Deməli, adla qucağından gür tufanların burada qrammatik norma pozulubdur. Mən baxım axşamdan səhərə kimi. Baxım, yenə də qrammatik norma pozulub. Adla ağ yolda kəhkəşanların kəhkəşan sözü səhv yazılıbdır da, fonetik normada pozulub. Burada leksik normanın pozuntusu yoxdur. Parlasın hər ulduz xatirə kimi. Burada uyğun fikri müəyyənləşdirməliyik. Birinci misrada adla sözü yerində deyil. Atla əvəzinə sözü işlənməli idi. Buna görə leksik norma pozulub. Nümunədə ümumiyyətlə leksik normanın pozulması yoxdur. A səhvdir. 3-cü misrada fonetik, leksik, qrammatik norma pozulmuşdur. Dedik, nümunədə fonetik normanın, leksik normanın pozulması yoxdur. 2 və 4-cü misrada məcazilik, təşbih işləndiyi üçün leksik norma pozulmuşdur. Hər hansı bir təşbihin işlənməsi, məcazi mənalı hər hansı bir sözün işlənməsi, məcazi mənalı hər hansı bir ifadənin işlənməsi, frazoloji birləşmələrin işlənməsi, bunlar leksik normanın pozulması üçün bir səbəb deyil. Ona görə C də səhvdir. Nümunədə leksik və qrammatik normalar pozulsa da fonetik norma pozulmayıbdır. D də səhvdir. Leksik norma pozulmayan nümunədə qrammatik norma və fonetik norma pozulmuşdur. Testin doğru cavabı 44-də E variantıdır. Hansı sözlərin tələffüzünü aşağıdakı kimi düşünülməsi kontekstdən asılı olaraq fonetik normanı poza bilər, pozmaya bilər. Xülasə sözü biz bilirik ki, qəzetlərin xülasəsi, bir də xülasə modal söz kimi olacaqdır. Qəzetlərin xülasəsi sözü kimi burada mövcud 45-ci testdə hər hansı bir sıxıntı olmayacaq, amma xülasə formasında versə A uzuntusu olacaq. Deməli, birində uzanma var, birində uzanma olmadığı üçün kontekstdən asılı olaraq burada ədəbi dilin fonetik norması pozula bilər. Biri götürdük. Tabel sözündə tabeli mənə ver, tabelə imza çək. Burada mümkündür, amma tabeli mürəkkəb cümlədə artıq uzanma müşahidə olunur. Tabeli, tabelsiz, tabeli uzanma müşahidə olunduğu üçün deməli, 2 də kontekstdən asılı olaraq bir tabeli mənə ver. Tabel bu bildiyimiz cədvəl mənasında tabel. Bir də tabeli mürəkkəb cümlə. Tabeli də hətta E də uzanmış olacaqdır burada. Yəni kontekstdən asılı olaraq dəyişəcəkdir bu. Pozula da bilər, pozulmaya da bilər. Biz bilmirik ki, söhbət tabeldən gedir, yoxsa tabeli mürəkkəb cümlədən gedir. Biz bilmirik ki, xülasə modal sözündən gedir, yoxsa qəzetlərin xülasəsi mənasında isimlə gedir. Qatarlar sözü yenə də əgər söhbət qatarlar isimindən gedirsə, burada tələffüz qatarrar olmalıdır. Qatarrar olmalıdır. Amma feilindən gedirsə, qatarlar formasında olmalıdır. Deməli, burada da bu söz kontekstdən asılı olaraq fonetik normanın pozulması da ola bilər, olmaya da bilər. İsim olsaydı, məsələn, pozulubdur. Amma feili olsaydı, pozulmayacaqdı. Yazarlar, deməli, hər hansı bir yazıcı mənasında biz versək, yazarlar, burada fonetik norma pozulmayıbdır. Amma gələcək zamanda olan bir feil kimi desək, onların yazılışı
yazarlar olmalıdır. Burada norma pozulacaq 4'ü götürürük. Yataq sözü. Əgər yataq sözündən sonra yataq sözü ayrılıqdadırsa, tələffüzü belədir. Təkdirsə belədir. Amma ondan sonra saitlə başlayan söz gəlibsə, ğ formasında olacaq. Deməli, burada da iki cür düşündüyümüz üçün fonetik norma pozula da bilər, pozulmaya da bilər. Testin doğru cavabı 45-ci testdə D variantı olacaq dostlar. 46-cı testlə davam edirik. Deməli, birinci nümunədə bizdən nə istəyir? Deyir, yaranmış vəziyyət güclü rəqiblərin öz maraqlarını güdməyinə, kompromisə getməyinə səbəb olmuşdur. Deməli, biz burada ədəbi dilin leksik normasının pozulduğunu görürük. Deyir, yaranmış vəziyyət güclü rəqiblərin öz maraqlarını güdməyinə səbəb olmuşdur. Öz maraqlarını güdürlərsə, onlar kompromisə gedə bilməzlər. Kompromis sözü orada yerinə düşməyəcək. Kompromis nədir uşaqlar? Kompromis bir növ güzəştə gedərək qarşı tərəfin də bir qədər tələblərini qəbul etməklə bir araya gəlməkdir. Amma burada deyir ki, öz maraqlarını güdürlər. Öz maraqlarını güdürlərsə, o demək onlar razılığa gəlməyiblər də, güzəştə getmirlər. Ona görə burada ədəbi dilin leksik norması pozulubdur. Bir də deyir ki, fonetik norma pozulsa da, leksik norma pozulmuş. Pozulmasa da, leksik norma pozulmuş. Deməli, bir doğrudur burada. Fonetik norma pozulmayıb, leksik norma pozulubdur. 3-ə baxırıq. Deyir, təyini əvəzlikdən sonra gələn isimin, yəni maraqları sözündə, deməli, cəmdə olması qrammatik normanın pozulmasına səbəb deyil. Bu doğrudur, yanlışın altından götürülə bilməz. İkinci nümunəyə baxsaq, qrammatik normanın pozulduğu nümunədə leksik norma gözlənilmişdir. Deməli, qrammatik normanın pozulduğu cümlədə beləliklə bazar iqtisadiyyatı bir neçə şirkətlərə, burada bir neçədən sonra gələn isim təhdə olmalıdır, cəmdə olmalı üçün qrammatik norma pozulubdur. Bəli, qrammatik norma pozulub, amma leksik norma baxaq görək ciddi zərər, deməli bir ciddi zərər yetirmiş, onların kəmkəsirləri ilə birgə məhv olmağına səbəb olmuş. Deməli, burada fonetik norma da pozulacaqdır. Qrammatik norma pozulduğu nümunədə leksik norma pozulmuyor fikri doğrudur. Leksik normanın pozulmasına rast gəlmədik burada. 4-də deyir ki, fonetik norma pozulmuşdur. Bəli, kəmkəsir sözü defislə yazılmalıdır. Qrammatik normanın pozulma səbəbi inversiya deyil. İnversiya deyil, bəli. Qeyri-müəyyən miqdar sayından sonra gələn isim burada təhdə olmalıdır, cəmdə olduğu üçündür. Bu fikir doğru olduğu üçün yanlışın altından götürülə bilməz. 1, 2, D variantı testin doğru cavabıdır. 47-ci testlə davam edirik dostlar. Cəmiyyətin deməli degradasiyası bir sıra xarici deməli əlamətlərdən asılıdır. Onun qarşısı alınması bu iqtisadi insanlığın ən ali inkişaf mərtəbəsinə uzaldacaqdır. 47-ci testdə bizdən nə istəyir? Pozulmuş normalar istəyir. Burada ümumiyyətlə degradasiya sözü yerinə düşməyibdir. Degradasiya nədir? Dəyərin azalması, pisləşmə, pozulma anlamına gəlir. Burada da deyir ki, cəmiyyətin degradasiyası bir sıra xarici əmrlərdən asılıdır. Onun qarşısı alınmazsa, bu insanlığın ən ali inkişaf mərtəbəsinə uzaldacaqdır. Onun qarşısı alınsa, deməli, insanlığın ən ali deməli, inkişaf mərtəbəsinə uzalacaqdır. Necə biz pozulmanın qarşısını almasaq, o necə? Burada deyir alınmasa. İnsanlıq ən ali inkişaf mərtəbəsinə. Onun qarşısı alınsa bu insanlıq ən ali inkişaf mərtəbəsinə ucalacaqdır. Alınmasa fikir burada yerinə düşmür. Ona görə ədəbi dilin leksik norması pozulubdur. Bir də burada ədəbi dilin biz gördüyümüz kimi niyə leksik norması, yəni alınmasa sözü yerinə düşməyib. Cəmiyyətin degradasiyası bir sıra xarici amillərdən, əlamətlərdən asılıdır. Onun qarşısı alınmazsa, bu insanlığın ən ali inkişaf mərtəbəsinə ucaldacaqdır. Bir sıra xarici əlamətlərdən yox, əlamətlər olmalıdır burada. Bir sıra xarici amillər də olmalıdır. Söz də müəyyən dərəcədə öz yerinə düşməyib, amma əlamət sözü də bəzən işlənir burada. Deməli, ədəbi dilin həm leksik, həm qrammatik norması pozuldu. Testin doğru cavabı burada B variantıdır. Yəni, bir sıradan aid olduğu söz mütləq deməli cəmdə olmalıdır. Burada təhdə olduğu üçün biz bunu doğru cavab kimi götürə bilmərik. Dünya dağılmadı biz ayrılanda.
Göylər bir az yağış çilədi ancaq. Burada qrammatik norma pozulubdur. Mən sənə xoşbəxtlik dilədim onda. Sən mənə rahatlıq dilədin ancaq. Cümlədə hansı norma və ya normalar pozulubdur? Burada fonetik normanın pozulması yoxdur. Leksik normanın pozulması da yoxdur. Yalnız qrammatik norma pozulacaqdır. Qısa hissə testinin doğru cavabı C bəndidir. 49-cu cədvələ gəldik, çıxdıq. Burada doğru cavab biz əsasən müəyyənləşdiririk bunları. Leksik norma pozulmamışdır. Hər ikisinə aiddir. Birə D yazsaq, A-ya, F-ə baxaq. Deyir, ağacın yarpaqları payızın son küləyindən sonra tökülmüşdü. A-da deyir ki, baş yüzlər arasında uzlaşma əlaqəsi kəmiyyətcə pozulsa da qrammatik norma pozulmayıbdır. Bəli, yarpaqlar sözü cəmdədir, tökülmüşdür təkdədir. Kəmiyyətə görə uzlaşma pozulub, amma qrammatik norma pozulmayıb. Çünki cansızlarla ifadə olunub cəmdə olarsa mübtədə, xəbər təkdə olmalıdır. Demək, 1D, 2A variantı doğrudur. F-ə baxacaq. Fonetik norma pozulmayan bu cümlədə qrammatik normada pozulmayıbdır. Fonetik normada, qrammatik normada pozulmayıbdır. F də doğrudur. Deməli, 1D olanda A, F doğrudur. 1D olanda C-yə baxaq. Deyir, fonetik norma pozulduğu bu cümlədir. Fonetik norma pozulmadığı üçün bu səhvdir. 1D olanda C olmadığı üçün E variantda getdi. 1B olanda, gəlin C-F-ə baxaq. C-də deyir ki, şagirdlərin hamısı dərsə telefon vasitəsilə buraxıldı. C-də deyir ki, fonetik normanın pozulduğu bu cümlədə leksik norma gözlənilibdir. Şagirdlərin hamısı dərsə telefon vasitəsilə deməli buraxıldılar. Vasitəsilə. Burada vasitəsilə ayrı yazılıbdır. Fonetik normanın deyir pozulduğu cümlədə. Deməli, fonetik normanın pozulubdur. Fonetik norma pozulubdur. Vasitəsilə bitişik yazılmalıdır. Ona görə C getməz. F-ə baxsaq deyir fonetik norma pozulmayan cümlə. Bir tərəfdə yazıb deyir pozulub, bir tərəfdə deyib yazılıb pozulmayıb. Ona görə 1-ə B olanda F variantı olmaz. C uyğun gəldi. F olmaz. Ona görə 1B olanda F olmadığı üçün B variantı getdi. D-yə baxırıq. 1B olanda A-da deyir ki, baş yüzlər arasında uzlaşma əlaqəsi kəmiyyətcə pozulsa, qrammatik norma pozulmayıbdır. Şagirdlərin hamısı burada təkdədir. Baxırdılar cəmdədir. Kəmiyyətə görə uzlaşma pozulub, qrammatik normada pozulubdur. Ona görə 1B olanda A bəndi olmadığı üçün D variantı da testin doğru cavabı ola bilməz. Yəni burada bütün hallarda testin doğru cavabı dostlar A variantı olacaqdır. Və son olaraq 50-yə baxaq. Deyir, kəndin yaşlı qocaları. Yaşlı sözü burada yerinə düşməyib. Onsuz qoca yaşlı olur. Ona görə leksik norma burada pozulubdur. Yaşlı qocaları belə nağıl edirdilər olmalıdır. Qocalar cəmdədir, burada lər olmayıb. Ona görə qrammatik norma pozuldu. Deməli, bu insanlar düşmən hücum edərkən onları daşqalaq ediblər. Daşqalaq sözü bitişik yazılmalıdır, defisdə yazılmır. Burada da fonetik norma pozulub. Deməli, ədəbi dilin hər üç norması pozulduğu üçün testin doğru cavabı 50-ci testdə E variantıdır. Dostlar, bu bizim normaların ikinci hissəsinə aid olan video izahımız idi. Növbəti izahlarda görüşmək ümidi ilə salamat qalın. Kanala abunə olub, rəy bildirib video paylaşmağı da unutmayın. Salamat qalın.